Moskvada 28 may Azərbaycanın müstəqillik gününə həsr olunan təntənəli qəbul keçirilib. Azərbaycanın Rusiyadakı səfiri tərəfindən təşkil olunan tədbirdə Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Galuzin, xarici ölkələrin Rusiyadakı diplomatik missiyalarının rəhbərləri, hərbi ataşelər, eləcə də hər iki ölkənin ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən danışıblar. Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Galuzin isə çıxışında 2022-ci ildə müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin imzalanmasından sonra Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələyə yüksəldiyini bildirib. Azərbaycanski narod, всех присутствующих. Bütün Azərbaycan xalqını və bu tədbirdə iştirak edənləri Müstəqillik Günü münasibətilə təbrik edirəm. Azərbaycan səfirinin çıxışından da eşitdik ki, Respublikanız Prezident İlham Əliyevin rəhbərliyi altında son dövrlərdə necə əhəmiyyətli inkişaf yolu keçib. Qeyd etmək istəyirəm ki, Rusiya ilə Azərbaycan arasında olan müttəfiqlik əməkdaşlığı Cənubi Qafqaz regionunda sabitlik və sülh üçün vacib faktordur. Bu, Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığa, siyasi və təhlükəsizlik sahəsindəki dialoqa xidmət edir. Əminəm ki, Rusiya-Azərbaycan münasibətlərinin parlaq gələcəyi var. Türkiye Cumhuriyeti'nin Moskova Büyükelçisi olarak Azerbaycan'ın bağımsızlık gününü kutluyorum. Yani Türkiye Cumhuriyeti ile Azerbaycan arasındaki ilişkileri benim burada detaylı olarak anlatmama gerek yok. Ama her zaman kardeşlik ilişkileri en ön planda. Burada da Moskova'da da Azerbaycan Büyükelçiliği çok ciddi şekilde faaliyetlerde bulunuyor. Biz de Türkiye Cumhuriyeti Büyükelçiliği olarak Azerbaycan Büyükelçiliğinin her türlü faaliyetine katılıyoruz. Onlara destek veriyoruz. Can Azerbaycan'ın 108. müstakillik yılını ben buradan kutluyorum. Əvvəl onu deməliyəm ki, Rusiya-Azərbaycan münasibətləri son dövrlərdə dayanıqlı inkişaf dinamikası nümayiş etdirir. Bu təbii ki, iki ölkənin prezidentləri Vladimir Putin və İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində mümkün olub. İki ölkə arasında çətin və problemli məsələlər arxada qalıb. Əsas odur ki, Moskva və Bakının irəli hərəkət etmək üçün siyasi iradəsi mövcuddur.